xüsusi ilə arıqlamaq istəyən adamlar üçün tim cihazını məsləhət görürəm. Xüsusi ilə arıqlamaq, xüsusi ilə hətta arıqlamaqdan başqa biraz da obyomu aşağı salmaq üçün. İnsan bədən var ki, burada çəkisi çoxdur, amma şişkindir. Məsəl üçün orqan sallanmaları, bu uşaqlığın sallanmasından tutmuş, böyrək sallanmasından, qarın sallanmasından tutmuş hər şey ola bilir. Onların aradan qalxması üçün bax bu cihazı məsləhət görə bilərik. Ekranda gördüyünüz, sağda gördüyünüz termo infraqırmızı masajör. Termo infraqırmızı masajör bir seansı 20 kilo qaçışa bərabər qədər enerji sərfiyyatına malikdir. Bayaq demişdik, BM-də 5-10 arası idi, termo infraqırmızıda 15-20 kilometr arasındadır bir seans. Və bir seans çox fərqli şəkildə hardasa bir 20-30%-ə yaxın qan dövranını sürətləndirir. Mən REM-də də hardasa bir 10-15 kilometrdir. Onu da danışarıq inşallah. Bir də danışmasaq sabah danışarıq. Allah qoysun. Mən məsəl üçün mən ən çox xoşladığım cihaz timdir. Mən bunu heç kəsə deyəndə, yəni adamlar yəni şoka girir ki, nətər tim. Tim xüsusilə timi qəbul edən insanlar siqaret çəkmək istəmir. Narkomanlardırsa onların lomkası gedir. Bilirsizmi onu? Yəni bu biraz interesli biraz məlumatlar olur. Çünki bədəni çox qəşəng toksinlərdən təmizləyir.